Salam uşaqlar. Bugün alkadenlər mövzusunu keçirik. Alkan, alken, alkin, sikloalka bölmələrini keçirik. Bugünkü bölümümüz isə alkadenlərdir. Yəni yazaq. Alkaden. Baxın şəkilçiyə den. Bir də var, fikir verin. Alken, en diyen. Ende 1-2 qat rabitə var. Alkadenlərdə isə 2 qat rabitə var. Fikir verin. Bax, tək qat rabitə olduğu anda alkan olur. 1-2 qat rabitə olduğu anda alken olur. 2 dənə 2 qat rabitə olduğu anda alkaden olur. Deməli, CnH2 plus 2 alkandır. CnH2n alkendir. CnH2n minus 2 isə alkadendir. Aha, alkadenlər ən azı, yəni diyen karbonhidrogenlər ən azı karbon atomu 3 olandan başlayır. Yəni ilk birinci nümayəndəmiz propadiyendir. Bu propandır. Bura 2 qat rabitə qoyduğum anda propen olur. Daha sonra bir dənə 3 qat rabitə nə idi? Bir dəqiqə uşaqlar. Deməli, ikinci qat rabitəni qoyduğumuz anda isə artıq alkadenlər sinifinə keçdik. Baxın, C3H8 alkandır. C3H6 alkendir. C3H4'e keçiriksə alkadendir. Deməli, karbon atomlarının sayı dəyişmir. Lakin hidrogen atomlarının sayı 2-2 azala gedir. En az sayıda içində alkadendir. Bunların içərisində alkadendir. Alkenlərin deməli ilk nümayəndəsi başladı. Nədən? 3-dən. Keçdik sırf alkadenlər haqqında məlumata. Ümumi düsturumuz olacaq nə? Cn H2n minus 2. Emerimiz 14 minus 2. Ümumi atomların sayı 3n minus 2. Sigma rabitələrin sayı 3n minus 3. Sigma rabitələr 2 yerə bölünəcəkdir. Bunlar hansılardır? Karbon-karbon arası, karbon-hidrogen arası. Məsəl üçün, mən sizə propadiyeni yazıram və propadiyeni açıq yazmaq lazımdır. Açıq yazaq belə, gördünüz uşaqlar. Açıq yazdıq və karbon-hidrogenlər bunlardır. Baxırıq. Deməli, karbon-karbon arasında 1-2 sigmamız var. Fikir verin. Karbon-hidrogen arasında 2 sigmamız var. Karbon-karbon arası sigmamız budur. Deməli, karbon-karbon arası sigma rabitəmizin sayı n-1'e bərabərdir. Karbon-hidrogenimiz, baxın, 4 dənədir. 4 dənə, bax, karbon-hidrogen arası var. O da nəyin sayıyla? Deməli, karbon-hidrogen sayı 4 dənədir. Nəyin sayı ilə bağlıdır? Hidrogen atomlarının sayı ilə bağlıdır. Ona görə hidrogen atomlarının düsturu hansıdır? 2n-2. Ümumi sigmanı bizdən istəsə 3n-3 ilə hesablanır. Amma alkadenlərdə 2 pi rabitə var. Sigma deyil. Ümumi rabitənin sayını sizdən istəsə 3n-3'ün üzərinə 2 gəlirsiniz. Eləyir 3n-1. Deməli belə çıxır ki, ümumi sigma rabitələrin sayı 3n-3. Amma ümumi rabitələrin sayı isə 3n-1'e bərabərdir. Əla, keçdik digər nümayəndələrimizə. Deməli, ilk birinci nümayəndədən başladıq. C3H4 propadiyen, C4H6 butadiyen, C5H8 pentadiyendir. Amma biz bunu dedikdə bir balaca diqqətsiz səhvlər edirik. Yəni bunlar nədir? Alkadenlər 3 yerə bölünür 2 qatın yerinə görə. Birincisi kumülə edilmiş alkadenlər. İkincisi konjüge edilmiş alkadenlər. Üçüncü izole edilmiş alkadenlər. Kumülə edilmiş alkadenlərdə 2 qat rabitə eyni karbon atomla birləşir. Yəni 2 qat rabitələr bax qonşu olur. Konjugada 2 qat rabitələr arasında bir karbon arası sigma olur.
Yəni bax görürsüz, bir karbon siqmanı beləcənə bax buraxırıq. Fikir verin. İzolədə isə ən azı 2 qat rabitə karbon atomu arasında birdən çox siqma rabitə olur. Yəni 2 və 2-dən artıq siqma rabitələr olur. Yəni ən azı bax 2 siqmanı qırağa tələdik. Bax gördünüz. Burada bir siqma aralı olur. Burada isə ən azı 2 siqma aralı olur. Məsəl üçün, mən sizə deyirəm ki, gəlin pentadiyeni yazaq. Kumülə edilmiş pentadiyeni yaz. Kumülə edilmiş pentadiyeni yazmaq istədikdə karbon atomları düz 2 qat rabitə bör-bör olur. Olur pentadiyen 1-2. Əgər mən bunlarda bir dənə qeyd eləyəsin üçün əla. Əgər mən sizdən kumülə edilmiş alkadiyen istəyirəmsə, onda bir siqma aralı buraxırıq. Bax beləcənə. Bu da olur bizim kumülə edilmiş pentadiyenimiz. Yəni pentadiyen 1 və 3 olur. Əgər izole edilmiş alkadiyeni mən istəyirəmsə, ən azı 2 siqmanı belə buraxaq uşaqlar. Gördünüz. Və bunu adlandırıram. 1, 2, 3, 4, 5. Və bu adlanır nə? Pentadiyen 1 və 4. Deməli, alkadiyenlərin kumüləsi 1-2, konjugə 1-3 götürdüm. İzoləni isə 1-3 qəbul etdim. Molekulda deməli kumülə edilmiş alkadiyenlər molekulunda gəlin indi biz sizlə bunlar haqqında tam belə ümumiyyətlə ətraflı məlumatlarımızı alaq ki, tam sizə bu dərs rahat çatsın. Deməli 2 qat rabitənin yerinə görə 3 qrupa bölündü. Kumülə edilmiş alkadiyenlər 2 qat rabitələr eyni karbon atomuna birləşir. 2 qat rabitəli karbon atomların biri sp, ikisi sp2, digərləri varsa sp3 hibrid vəziyyətində olan karbohidrogenlər olur. Məsəl üçün yazıram CH2 2 qat rabitəsi, 2 qat rabitəsi, H, CH2, CH3. Deməli burada 3 hibrid vəziyyətində karbon atomu olur. Bunlar hansılardır? Sp, sp2 və sp3 hibrid vəziyyətində olan karbon atomlar olur. Hansı karbon atomu sp hibrid vəziyyətində olur? Bir karbon atomu sp hibrid vəziyyətində olur. 2 karbon atomu sp2 hibrid vəziyyətində olur. Digər karbon atomlar isə bizdə sp3 hibrid vəziyyətində olur. Əla. Deməli, konjugə olunmuş alkadiyen bu kumülə idi. Konjugə edilmiş ikinci adı qoşulmuş alkadiyenlər deməlisiniz. Burada bir ədəd karbon siqma aralı olur. Karbon atomları 2 vəziyyətdə ola bilər. sp2 və sp3. 4 dənə nağdı sp2 hibrid vəziyyətində karbon atomu olmalıdır. Məsəl üçün bir nümunə yazıram sizin üçün. Yenə mən pentandan qırağa çıxmıram ki, sizi tam başa sala biləm. Gördünüz? sp2, 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 sp2 və sp3 hibrid vəziyyətində olurlar. Və üçüncü. İzole edilmiş alkadiyenlər molekulunda qoşulmuş alkadiyenlərdən fərqli olaraq 2 qat rabitəli karbon atomları birdən çox, yəni karbon siqma bir xətt karbon, yəni tək qat karbon siqma rabitələri ayrılmışdır. Yəni ən azı bizdə 2, yəni siz necə? Bax bir dənə izah edeyim. CH2 2 qat rabitəsi H, CH, fikir verin. Ən azı 2 dənə bax siqma bir-birindən aralı olmalıdır. Burada da karbon atomları sp2 və sp3 hibrid vəziyyətində olur. Deməli, alkadiyenlərdə hibrid nə vəziyyətdədir? sp, sp2 və sp3 hibrid vəziyyətində ola bilərlər. İzolənin ilk nümayəndəsi 5-dən başlayır. Deməli, konjugə 4-dən başlayır. Kumülənin istədikdə isə 3-cü karbondan başlayaraq gedir. Mən sadəcə bunu niyə belə yazdım ki, bir dənə pentadiyen üzərində qeyd elədim ki, siz bunu tam, deməli bir dənə pentadiyen üzərində müzakirənizi düzgün və dolğun apara biləsiniz. Alkadiyenlər bir-birindən, məsəl üçün yazıram ki, C3, bir dəqiqə, C3H4 və C4H6
Bunlar bir-birinin homoloqlarıdırlar. Çünki bir-birlərindən hansı qrup qədər, bir-birlərindən CH2 qrupu qədər fərqlənirlər. Bilirsiniz ki, CH2 qrupu qədər fərqlənənlər təbii ki, bir-birinin homoloqları sayılırlar. Bizim ən çox istifadə etdiyimiz alkagen, konjug edilmiş alkagen, qoşulmuş alkagen olacaqdır. Deməli, qoşulmuş alkagenlər quruluşlarına görə bir sıra fərqli xassələr göstərir və daha çox praktiki əhəmiyyətə malikdirlər. Putagen 1-3-dən başlayaq. Fiziki tədqiqat metodlarını müəyyən etmişdir ki, putagen 1-3 molekulunda bütün karbon atomları bir müstəvidə yerləşir. Molekulda karbon atomları arasındakı məsafə necədir? Gəlin baxaq. CH2, 2 qat rabitə CH, CH 2 qat rabitə CH2. Baxın, karbon 2 qat karbon arasındakı məsafə 0,134 nanometri xatırladır. Karbon tək qat rabitə karbon arasındakı məsafə isə bizə 0,147 nanometrə bərabərliyi göstərir. Göründüyü kimi, putagen, bax bu, putagen 1,3-dür. Buna niyə putagen 1,3 deyirik? Mən beynəlxalq adlandırdım. Çünki 2 qat rabitə 1,1-dən, 1,3-dən başlayır. Beynəlxalq adlanmaya görə nömrələnmə, qoy burada sizə xatırlatma eləyim, 2 qat rabitə yerdən, yaxın yerdən getməlidir. Məsəl üçün, mən bunu necə adlandıracağım? Butagen, mən niyə buna diyen dedim? 2 qat rabitə 1,1-dədir, bir də 3-dədir. 1-1-ə 3 düşdü, bir də 3, ona görə putagen 1,3, mən bunu adlandırıram. Göründüyü kimi putagen 1,3-də karbon atomları arasında 2 qat rabitənin uzunluğu alkinan molekulundakı 2 qat rabitənin uzunluğundan böyükdür. Çünki karbon atomları arasında 2 qat rabitənin uzunluğundan böyükdür. Karbon atomları arasında tək qat rabitənin uzunluğu isə alkanın molekulundakı uyğun tək qat rabitənin uzunluğundan kiçikdir. Çünki alkanlarda tək qat rabitənin uzunluğu 0,154 nanometrə bərabər idi. Fikir verin uşaqlar. Nanometrə bərabər idi. Amma bu 134 yox, bağışlayın, 137-dir uşaqlar. Aha, amma görürsünüz burada tək qat rabitənin uzunluğu 0,147 nanometrə bərabərdir. 2 qat rabitə olan alkanlarda isə rabitə uzunluğu, yəni rabitənin uzunluğu 0,134 nanometrə bərabər olduğu halda isə burada isə 0,137 nanometrdir. Deməli, 2 qat rabitədən böyük, tək qat rabitədən kiçik rabitə uzunluğuna malikdir. Putagen 1,3 molekulunda karbon atomlarının hamısı, bax 4'ü də gördüyümüz kimi sp2 hibrid vəziyyətindədir. Və gördüyümüz bu 2 pi rabitə hərəsi bir dənə p orbitalının birləşərək pi sisteminin əmələ gətirməsi ilə nəticələnmişdir. Və hibridləşmədə iştirak etməyən p orbitalları qapanaraq pi sistemi yaradır. Pi sistemi dialokallaşmış rabitə sayılır. Pi sistemi rabitədə iştirak etmir. Qoşulmuş, indi isə gəlin bir dənə sərgəli şəkildə biz bunları yenə silək, təmiz şəkildə və bir daha yazaq. CH2, 2 qat CH, CH, 2 qat rabitə CH2 və bu P orbitalları rabitədə iştirak etmir. Yəni hibrid deyil, qeyri-hibrid buludlarıdır. Amma gördüyümüz sp2, sp2, sp2 və sp2 deməli, hibrid orbitalların sayı nə qədərdir? 4'ü vururam, deməli 3'ə 12 hibrid buludumuz var. Qeyri-hibrid bulud deyəndə 6 hidrogen üzərinə 4p gələrək 10 qeyri-hibrid, ümumiyyətlə 22 rabitədə iştirak edən orbital var. Deməli, qoşulmuş pi sisteminin əmələ gəlməsi zamanı p orbitallarının qapanması kənardakı karbon atomlarından çox, ortadakı karbon atomlarında isə az baş verir. Nəticədə karbon atomları arasında 2 qat rabitənin uzunluğu alken molekulundakı 2 qat rabitənin uzunluğundan böyük, tək qat rabitənin uzunluğu olan alkanlarınkindən isə kiçik olur. Putagen 1,3 molekulunda qoşulmuş pi sistemi mövcudluğunu ifadə etmək üçün bəzi hallarda onun quruluşu aşağıdakı kimi də göstərilə bilər. Yəni necə göstərilə bilər? Bax uşaqlar, bu cürə sistemlə dialokallaşmış rabitələr bizdə necə göstərilir? Qırıq-qırıq var, lokallaşmış rabitələr var, dialokallaşmış rabitələr. Bir dəqiqə səliqəsiz oldu bu. Dialokallaşmış rabitələr qırıq-qırıq nöqtələrlə göstərilir. Bax, qırıq-qırıq nöqtələr. Lokallaşmış rabitə isə bir düz xətt ilə göstərilir və burada dialokallaşmış rabitənin olmasını göstərir. Bu qırıq-qırıq xətlər, bax gördünüz. Və eyni zamanda baxın, CH2, bax beləcənə. Mən elə gəlir ki, mənim dərsimi bura kimi tam anlaya bildim mənim balalarım. Gəldik adlanmasına.
adlanmamız beynəlxalq nömrələməyə görə yenə dediyimiz kimi hardan başlayırıq? Beynəlxalq nömrələməyə görə 2 qata yaxın yerdən. Məsəl üçün bir nümunə verə bilərəm siyah şut sizə və deyə bilərəm ki, gəlin biz bunu adlandıraq. Həm 2 qata, həm də rabitəyə yaxın yerdən nömrələməyə çalışacağım. 2 metil butadiyen 1,3. Və yaxud da, məsələn, mən propadiyeni yazıramsa, buna propadiyen 1,2 deməmə gerək yoxdur. Çünki zaten 2 qat rabitə başqa bir yerə düşmür. Propadiyen 1,2 demirik. Amma məsəl üçün butadiyenden başlayıb nömrələməyə başlayıramsa, baxın uşaqlar, və buna deyirəm butadiyen 1 və 2. Əgər mən 2 qat rabitələr bir-birindən 1 sigma qədər aralı qoyacağımsa, mən bunu adlandırıram butadiyen 1 və 3. Deməli, ən əsas uzun zəncir seçilir. 2 qata yaxın yerdən nömrələnmə aparılır. Əgər rabitə varsa, radikal varsa, radikal da yaxın yerdən qəbul olunur və ən əsası uzun zəncirdən nömrələnmə aparılır. Gəlin bir dənə baxaq sizlə bu hissələrə. Məsəl üçün, mən belə bir nümunə göstərmək istəyirəm sizə siyah. Məsələn, siyah 2, siyah 2 qat rabitə. Siyah 3 nömrələmə aparıram. 1, 2, 3, 4, 5, 6. Mən buna nə deyirəm? Pentadiyen. Məsəl üçün, başdan adlandırım 2. Bax, burada bir var. 2 metil. Pentadiyen 1 və 4. Əsas zəncirdə karbon atomlarına birləşmiş radikalların yeri və sadədən mürəkkəbə doğru olmaqla adları oxunur. Əgər radikal kiçiksə, əvvəlcə kiçik radikalın adı, böyükdürsə, sonra böyük radikalın adı deyilir və sonda isə diyen sözü əlavə olunur. Yəqin ki, mənim nə demək istədiyimi anlaya bildiniz. İndi isə keçdik tarixi adlanmağa. Ən çox adlanmada bizə lazımdır alkadiyen 1,3-ün tarixi adı. Baxın, bu bir vinil radikaldır uşaqlar. Bu da bir vinil radikaldır. Bunu bir yerə qoysaq nə olur? Divinil. Bu bunun tarixi adlanmasıdır. Və yaxud da başqa bir nümunəmizdə göstərək sizə ən çox tarixi adlanmalardan düşənlərdən mən sizə göstərmək istəyirəm. Baxın, indi gəlin adlandıraq. Dediyimiz kimi ilk öncə radikala yaxın yerdən nömrələmə aparılır. Sonra ən uzun zəncir seçilir. Həm də rabitəyə yaxınsa rabitədən də. Məsəl üçün, mən bunu niyə soldan sağdan gətirmirəm? Çünki sağ daha əhəmiyyətlidir. Həm 2 qat rabitəyə yaxındır, həm də radikala yaxındır. Ona görə nömrələmizi sağdan aparsaq daha möhtəşəm olar. Bunun adı nə oldu? İzopren. İzopren bunun tarixi adıdır. Bir yerə yıxsam C5H8-dir. Bir də xlorlu törəməsi var alkadiyenlərin. Metilin yerinə xlor qoyacağım. Baxın diqqətlə və bunu sizcə necə adlandıracağım? Ən çox blokda bu suallar düşür. Xlorpren və bunu da bir yerə yıxsam C4H5 xlordur. Bax, bunların tarixi adlanmalarını bilsək daha dəqiq olar və daha çox biz bu dərsə yiyələnmiş olarıq. İndi isə gəldik biz bunları nə ilə? İzomerliklərlə. Görək hansı izomerliklərimiz var? Birinci, sinif daxili izomerliyimiz var. Yəni, izomer deyəndə sinif daxili izomer başlayırıq birinci quruluş izomerliyindən. Quruluş izomerliyi 5-dən başlayır. 5-dən başlayır. Quruluş alkinlərdə də biz bilirik ki, bu bizə 5-dən başlayırdı. 1, 2, 3, 4 və 5. 2 qatın yerini dəyişmirəm. Dəyişmirəm deyən daha çox bunu 4-ə salacağım. Və bir dənə deməli siyahçı qoyuram və baxıram. Gördünüz, birincisi şaxəsiz en quruluşudur, ikincisi şaxəlidir və bununla bunun fərqi nə oldu? Gəlin baxaq. Deməli, bu ikinci isə şaxəli oldu, amma hər ikisində formulu C5H8-dir və bunlar adlanır quruluş izomerliyi. İkinci keçdim mən buradan vəziyyət izomerliyinə. Məsəl üçün, vəziyyət izomerini necə müəyyən edə bilərəm? Məsələn, yazıram ki, butadiyen 1,2 yazıram mən sizə. Bir də uşaqlar, mən sizin üçün qeyd eləyirəm. Butadiyen 1 və 3 və baxın 2 qatın yerinə görə bir dəfə 2 qat rabitə 1-ə 2-yə düşdü. Bir dəfə də 2 qat rabitə 1-ə və 3-ə düşdür. Mən bunun adını qoyuram vəziyyət izomerliyi. Əla. İndi isə biz sizlə keçdik digər izomerliyimizə. Digər izomerliyimiz nədir? Həndəsi fəza cis trans izomerliyidir. Həndəsi fəza cis trans izomerliyinə baxıram.
Deməli, həm də izomerlik bəzi konjugə və izolə olunmuş alkadenlər üçün mövcuddur. Kumül edilmiş alkaden üçün mövcud deyil. Kumül olmuş alkadenlərin həm də izomerlik mümkün deyil, bunu bildik. Alkenlərdə olduğu kimi alkadenlərdə 2 qat rabitəli karbon atomlarının əvəzedicilər mütləq fərqli olmalıdır. Əvəzedicilər eyni müstəvidə yerləşirsə, yəni oxşarlar bir müstəvidə yerləşirsə, sis müxtəlif müstəvidə yerləşirsə trans olar və biz buna ən çox başlayırıq pentadiyen 1,3-dən. Gəlin baxaq. Pentadiyen A2 qatı qoyaq bura. CH, CH2, CH, 2 qat rabitə CH2. 1, 2, 3, 4, 5. Hə, bu əmələ gəlməz. Bir dəqiqə uşaqlar, silək bunu səliqəli şəkildə. 2 qatı buradan qoyaq. 3, 4, 5. Baxaq. 2 qat rabit olan karbonu elə eləyin ki, düz mərkəzə düşsün. Bir tərəfinə H, CH3 qoyduq və iki tərəflər də müxtəlif olsun. CH, vinil radikal və bunları bir-birinə bağlayan bir deməli qüvvələr cəm olsun. Bir-birinə bağlayan bir qüvvələr cəm olsun. Bunları bir-birinə bağlayan bir qüvvələr cəmi hidrogen olmasıdır. Əla. Bir tərəf vinil, bir tərəf H, bir tərəf metil, bir tərəf metildir. Və gördüyümüz kimi hidrogenlər bir müstəvidəsə biz buna sis adlandırırıq. Əgər mən CH2 yuxarı, H-ı aşağı qoyuramsa, bu tərəfdə vinili yuxarı qoyuramsa, H-ı beləcə elə bil axı düz eləmədik. Bir dəqiqə uşaqlar. H-ı qoy burada saxlayaq yerində. H burada qalsın. Vinil radikalını belə aşağı qoyuramsa, baxın diqqətlə. Və hidrogenlər müxtəlif müstəvidə olursa və mən buna nə izomerlik adını qoyuram? Trans izomerlik adını qoyuram. Yəni, məni başa düşə bildiniz uşaqlar. Deməli, belə başlayaq ki, quruluş izomerliyini 5-dən götürdük, vəziyyət izomerliyini 3-dən götürdük, həndəsi fəza sis trans izomerliyini də 5-dən qəbul elədik. Həndəsi fəzanda 2 növü var, sis və trans izomerlik. Biz bunlara deyə bilirik. Yəni, bax bu qədər. İndi isə biz sizdən keçdik bunların deməli siniflər arası izomerliklərinə. Sinif arası izomerlik alkinlər və alkadenlər sinif arası izomerdirlər. Gəlin bunların sinif arası izomerlərini müzakirə eləyəyin. Məsəl üçün mən götürürəm propen, mən götürürəm propadiyen. Bunlar təbii ki sinif daxili yox, artıq bu sinif arası izomer sayılırlar. Sinif daxili yox. Bunu belə eləyim. Nətər deyim sizə? 4 çəkdimsə də belə eləyək. Baxın, bunlar bir-birini ikisi də C4H6-dır, sinif arası izomerdir. Mən bunu pentabutadin 1,2-də, 1,3-də götürə bilərəm. Mən bunu butin 1 və butin 2-də götürə bilərəm. Məsəl üçün, mən yazıram propen və yaxud da mən yazıram propadiyen. Bax, bunlar da bir-birinin nə izomerdir uşaqlar? Siniflər arası izomerlərdə hər ikisini bir yerə yıxsam C3H4 eləyər. Quruluş izomerliyini, vəziyyəti, siz sinif daxili olan quruluş vəziyyəti izomerliyini anladınız. Optik izomerliyi anladınız və siz vəziyyət izomerliyini, sinif arasını anladınız. Bəs optik izomerlik varmı? Bəli, optik izomerlik ümumiyyətlə yadda saxlayın. SP, SP2 deyil, ancaq SP3 olan karbonlara məxsusdur. Məsəl üçün, mən bir dənə nümunə elə belə özümüz üçün yazaq. Məsəl üçün, bura bir CH3 qrupunu qoyun. Baxaq bir şeylər. Belə yazaq, CH, CH2 və sual verirəm. Burada optik izomerliyə malik bir karbon atomu görürsünüzmü? Bəli, görürəm. Bax, 4 bir tərəfi də müxtəlif olduğuna görə və bir tərəfində hidrogen olduğuna görə və bu karbon sp3 hibrid vəziyyətində olduğuna görə optik izomerlik verir. Yadda saxlayın, sp2 tərəflərdə, sp tərəflərdə optik izomerliyi axtarmayın. Və bunu niyə görə qəbul eləmirəm? Çünki bir karbon iki tərəfi də eyni hidrogen atomu ilə birləşib optik izomerlik vermir. Optik izomerlik verməkdən ötəri 4 bir tərəfdə təbii ki, müxtəlif olmalıdır ki, orada optik izomerliyi biz tapa bilək. Bu da bizim oldu optik izomerliyimiz. İndi isə gəldik alınmasına. Alkadenlər sanayidə necə alınır? Birinci, neftin pirolizindən, ikincisi Lebedev üsulu ilə. Lebedev üsulu odur ki, 2 molekula etil spirtini biz qəbul edirik. Bu zaman katalizator kimi 425 dərəcə Celsius singoksin iştirakı ilə, alüminium oksin iştirakı ilə divinini əldə edirəm. Ona həm dehidratlaşma, həm də dehidrogenləşmə deyilir və molekul daxili parçalanma deyilir. Buradan 2 molekula su, 1 molekula hidrogen çıxır. Qısa şəkildə 2 molekula C2H5OH yazıram. Oxun üzərinə 425 dərəcə Celsius yazıram və bu zaman mən
alıram, divinili alıram və bu zaman mən 2 molekula suyu əldə edirəm və 1 molekula da hidrogeni əldə eləmiş oluram. Deməli, buna deyirlər Lebedev üsulu. Daha digər bu ikinci sulumuz idi. Birinci neftin pirolizi idi. Üçüncü üsulumuz isə alkanlardan butanın deməli yüksək temperaturda dehidrogenləşməsi nəticəsində yadda saxlayın, hidrogenləşmə, hidratlaşma, oksidləşmə katalizatorların iştirakı ilə gedən proseslərdir. Bu proses necə baş verir? Bax, gəlin baxaq, alkandan alkaden alınması prosesi necə baş verir? Əvvəlcə butanı səliqəli şəkildə götürürəm. Baxın, butanı səliqəli şəkildə götürürəm. 1 molekul hidrogen çıxıram. Buradan buten 1-i də ala bilərəm körpələr. Buradan mən buten 2-ni də ala bilərəm. Yəni CH3 2 qat, CH3 bax bunu da ala bilərəm. Və bunu yenə də dehidrogenləşdirirəm. Dehidrogenləşdirmə nəticəsində mən artıq alkadiyeni əldə edirəm. Deməli, sağdan sol, deməli, C4H10-dan mən C4H8-i əldə edirəm. C4H8-dən də C4H6-nı əldə edirəm. Diqqətlə baxın, get-gedə karbonun sayı dəyişmir. Karbonun kütlə payı artır. Hidrogen isə kütlə payı azalır, yəni hidrogenin sayı azalır. Yəni, anlaya bildiniz və pi sistemi artmağa başlayır. Sigma sayı isə azalmağa başlayır. 2 metil butanın dehidrogenləşməsi zamanı da mən 2 metil butadiyeni ala bilərəm. Yəni, mən sizə burada yazıram ki, məsəl üçün, yəni hələ ki 3-cü alınmadayıq. Məsəl üçün, bir dəqiqə mən 2 metil butanı yazım. Mən sizə bunu necə öyrətmişəm, çalışın. Bax, məsəl üçün, butanı yazıram, CH3, CH2, CH2, CH3 yazdım mı və mən ikinci karbonu silif metil qoyuram və bunu yüksək temperaturda dehidrogenləşdirirəm və dehidrogenləşmə zamanı 2 qat rabitələrimiz düşür və mən izopreni, yəni 2 metil butadiyen 1,3-ü əldə edirəm. Bax belə, bu bizim sanayidə alınmalarımızdır. İndi isə keçdik biz sizlə bunların laboratoriyada alınma üsullarına. Laboratoriya üsulunu heç vaxt qarışdırmayın. Qələvlər olan yer, halogenlər olan yer bizim laboratoriyada alınmalarımızdır. Laboratoriyada almaqdan ötəri 2 dənə halogen olan alkanı götürürəm. Buna deyil, özə çalışdığım qədər mən bacarmalıyım. Alkanlar bir-birindən aralı olsun. Üzərinə kalium OH-ın spirtdə məhlulunu gəlirəm. 2 kalium 2 xlor apardı. Gördünüz, 2 kalium xlor əmələ gəldi. Üstə görə 2 OH da onun bölündə hidrogenlər apardı. Gördünüz, 2 molekula su da buradan əmələ gəldi. Və beləliklə CH2 2 qat rabitə CH, tək qat CH, CH2 deyilən bir birləşmə əldə olundu. Bax, buna deyirlər birinci alınma üsulu. İkinci alınma üsuluna baxıram. Bu zaman 2 atomlu spirtlərdən istifadə edirəm. 2 atomlu spirtlərdə çalışmalıyam ki, yenə də spirtlərdə OH qrupları bir-birindən aralı olsunlar və bu zaman temperatur 140-dan yuxarı dərəcə Celsiusdə götürürəm və katalizator kimi sulfat turşusundan istifadə edirəm. Bu zaman dehidratlaşdırıram molekul daxili. Gördünüz, 2 molekula suyu çıxartdım. Üzərinə gələk. CH2, 2 qat rabitə CH, tək qat CH, 2 qat rabitə CH2 deyilən bir birləşməni əldə elədim. Yəni ki, buna niyə 2 atomlu spirt dedim əzizlərim? Ona görə ki, bunun 2 dənə OH qrupu var. Bax, bu da bizim olduğu laboratoriyada alınma üsullarımız. Bax, belə fikir vermək lazımdır. Bir də yaxşı yadıma düşdü. Xlorpren necə alına bilər? Asetilin dimerləşdirirsiniz. Bax, bu düşən suallardan biridir. Və bu zaman mis-1 xlord, amonim xlorddan istifadə edirik. Alınır C4H4, yəni vinil. Baxın, diqqətlə. Vinil asetilen əmələ gəlir. Vinil asetilen üzərinə H xlor gəldiyimiz anda 3 qat rabitənin pis sistemi qırılır. Hidrogen Markovnikov qaydası üzrə hidrogen çox olana, xlor isə bir dəqiqə. Aha, biraz səliqəsiz oldu. H xlor gəlirəm. Xlor isə bu hissəyə gəldi və buradan nə alındı? CH2 2 qat rabitə CH. Bura xlor birləşdi. Burada 2 qat rabitəmiz qaldı. Bu isə CH2 oldu. Mən H xloru biraz səliqəsiz yazdım. H xloru bir də yazım ki, sizə tam aydın olsun. Bax, beləcənə. Və mən beləliklə xlorpreni əldə eləmiş oldum. Bəs fiziki xassəmiz nədir?
Butaden, propaden, butaden qazdır. İzopren isə uçucu mayedir. Alkadenlər ümumiyyətlə suda həll olunur, nəinki alkaden, alken. Onlar qeyri-polyar üzv əlledicilərdə həll olunur. Çünki bu sinif nümunələrinin hamısı elə qeyri-polyar molekullardır. Sual verə bilərsiniz ki, müəllimə qeyri-polyar molekul nədir? Ümumiyyətlə karbohidrogenlər qeyri-polyar molekullardır. Çünki maksimum valent imkanları var və simmetriyaları yerindədir. İndi isə gəldik kimya xassəsi. Bunlar üçün birləşmə reaksiyası çox əhəmiyyət kəsb edir. Səbəb nədir? Səbəb pis sisteminin olmasıdır. Pis sistemi dağılır. Pis sistemin davamlılığı sigmadan davamsızdır. Qoşulmuş alkadenlərin kimya xassəsinə daha çox baxacağıq. Çünki qoşulmuş alkadenlər daha praktik cəhətdən əhəmiyyətlidirlər. Bax, belə götürək. Və bunlar alkenlər kimi özünə bir mol maddə birləşdirmirlər. Bunlar doymaq üçün özlərini ən azı 2 sayda karbohidrogen hidrogen, yəni X2 birləşdirirlər. Buna H2 deyə bilərik, buna xlor2 deyə bilərik, buna brom2 deyə bilərik. Məsəl üçün, mən birinci birləşmə reaksiyasına baxıram. Baxın, CnH2n-2. Mən buna 2 mol hidrogen gəlirəm ki, mən buradan CnH2n plus 2-ni alım. Deməli, özə yadda saxlayın, hidrogenləşmə katalytik gedən, yüksək temperaturda gedən bir reaksiyalardır. Və görürüz, alkadenin mən alkanı aldım. Baxın, mən bunu nümunə kimi belə yazıram. Üzərinə gəlirəm 2 mol hidrogen və pis sistemi burada hər yerdə bax beləcənə dağılır. Dağılan kimi hər pis sisteminə bir hidrogen atomu beləcənə mən baxın birləşdirirəm və beləliklə mən nə əldə elədim? Əldə elədim CH3, əldə elədim CH2, əldə elədim CH2, əldə elədim CH3 və mən buradan əldə elədim butanı. Bax beləcənə. Yəni bir sözlə özlərini tam doydurmaq üçün neçə mol maddədən istifadə edirlər? 2 mol maddədən istifadə edirlər. İndi isə gəldi alkadenlərdə doymamış karbohidrogen olduqlarına görə adi şəraitdə bromlu suyu çox rahatlıqla rəngsləşdirirlər. Devinir, brom ilə birin 1-ə mol nisbətində reaksiya girir. Pis sisteminin biri qırılır, digəri isə qalır. Deməli, pis sistemi qırıldıqda brom atomları birinci və ikinci karbon atomlarına birləşir. Buna deyirlər birinci və ikinci vəziyyət. Bu reaksiyalar sxematik olaraq aşağıdakılar kimi müəyyən edirik. Bir də mən sizə bir söz deyim, 0 dərəcə Selsiusdan aşağıda, 40 dərəcə Selsiusdan yuxarıda birləşmə prosesləri var. Əgər sizə göstərsə ki, deməli, qoy bunları silin. Məsələn, mən bunu ən çox alkaden üzərində göstərəcəm. Çünki praktik olaraq alkadenlər daha çox verilir və topluda da sizin dim suallarınızda da ən çox, elə mix suallarda da bunu çox müəyyən edirlər. Məsələn, brom 2-ni götürürəm və temperatur 0 dərəcə Selsiusdan aşağıda qəbul edirəm. Və bu zaman birinci və ikinci karbon atomu qırılır. Bax, görürüz, digər karbon atomu isə nağarır qalır. Və adlandır desəm, əgər mən bunu nömrələmə 2 qata yaxın yerdən gedir. Olur 3-4 brom, buten 1. Yox, əgər mənə temperaturu verərsəm, bromu gəlirəm və mənə temperaturu 40 dərəcə Selsiusdan yuxarıda vermiş olarsa, bütün qolların qırıldığını müşahidə eləyərəm. Bütün qolların qırıldığını müşahidə eləyərəm. Bax, belə gördünüz. Birinci qola brom, dördüncü qola brom birləşir və 2 qat rabitə düz mərkəzə düşər. Bax, mərkəzə düşər. Bax, belə qıraq bunu da. Və adlandırırıq. Adlandıranda nətər adlandırırıq? 1,4 brom, buten 2 deyilən bir birləşməni mən burada əldə elədim. Buna deyirlər 0 dərəcə Selsiusda 1-2 vəziyyəti, 40 dərəcə Selsiusdan yuxarıda, 0 dərəcə Selsiusdan aşağıda 1-2 vəziyyəti, 40 dərəcə Selsiusdan yuxarıda isə 1-4 vəziyyəti. Hidrogen kimi xlorda, bromda bu cür birləşə bilər. Tam işinizi görmək istəyirsinizsə 1-in 2-yə nisbətində götürün. Bu zaman tam doymuş alkanı almış oluruq. Və deməli, pis sistemi konkret olaraq qırılır. Hər şeyi təmiz silək, buraları təmiz saxlayaq. İndi isə yazırıq CH2, 2 qat rabitə CH, tək qat CH, 2 qat rabitə CH2. Üzərinə gələk 2 mol brom, 2 və bu zaman bütün pis sistemi bax beləcənə uşaqlar qırılır və hər birinə bir dənə brom birləşir. Və beləliklə mən tam doymuş bir vəziyyət alıram. Bunun adı nədir? Bunun adı olacaq 1, 2, 3, 4 tetrabrom butan.
Gördünüz? Bəs digərlərlə birləşmirmi? Niyə də birləşməsin? Özlərinə HX birləşmələri də birləşdirə bilərlər. Yəni bu nə deməkdir? Yəni özlərinə H-xlor, H-brom birləşdirmə qabiliyyətinə malikdirlər. Məsəl üçün, mən yenə də kumül edilmiş alkadiyeni beləcə götürdüm. Onun üzərinə H-xlor gəldim və bu zaman temperatur 0 dərəcə Selsiusdan aşağıda yenə birinci və ikinci xlor qırıldı, karbon pisi qırıldı və digər pis sistemi qaldı və yenə adlandırıramsa 3 xlor, buten 1 əldə edirəm. Yox, əgər mən yenə divinil 1,3-ü yazıram və ora H-xlor gəlirəmsə və bu zaman temperatur 140 dərəcə Selsiusdan yuxarıda götürürəmsə, bu zaman hidrogen birinciyə, xlor axırıncıya gedir və 2 qat rabitə ortaya düşür. Nömrələnmə 2 qata və xlora yaxın yerdən nömrələnilir daha doğrusu və olacaq 1 xlor, buten 2. Bax, beləcələr. Əzizlərim, alkadiyenlər yanma varmı? Niyə də ki olmasın? Alkadiyenlərin yanma disturumuz da var. Gəlin yanma disturunu uşaqlara müəyyən edək. CNH2 -2 üstlərinə gələk O2. Deməli, N olduğuna görə N karbon qaz ayrılır. 2-2 dedikdə N-1 su molekulu əmələ gəlir. İndi isə gəlin oksigenləri sayaq. 2 oksigen burada üzərinə gələk. N-1 sayda oksigen burada. 3N-1 sayda oksigenimiz var. Sayda 2 olduğuna görə bölürük. Bu olur 3N-1, deməli oksigen. Deməli, buradan ayrılan suyumuz nədir? N-1, yəni 18, N-18. Əla. Əslində, kauçuklar dərsini mən ayrıca keçirəm, amma burada bir balaca polimerləşməyə fikir verəcəm sizinlə. Çünki bu çox vacibdir və mən axırda bir PDF düzəldib sizə göstərəcəm ki, tam şəkildə siz bunu qavraya biləsiniz. Deməli, ümumiyyətlə bir də bir söz deyim, alkadiyenlər kalium permanganata da təsir edir və bu zaman bənövşəyi rəng itir. Qəhvəyi rəngli manqan 4 oksid əmələ gəlir. Bu reaksiya bütün karbonhidrogenlərin təyinidir. Eyni zamanda alkadiyenlər də bromus rəngsləşdirməsi ilə təyin olunurlar. Bunların bir reaksiyaları qaldı, polimerləşmə. Polimerləşmə nəticəsində alkadiyenlərdən kauçuk alınır. Sual verə bilərlər. Kauçuklar nədən alınır? Alkadiyenlərdən. Diqqətlə baxın. Hansı kauçukları öyrənəcəyik bugün sizlə? Divinil kauçukunu öyrənəcəyik sizdən bugün. İzopren kauçukunu öyrənəcəyik bugün sizlə. Bir də biz sizlə bugün xlorpren kauçukunu öyrənəcəyik. Divinil, bax, izopren kauçukumuzun 2 forması var. Kauçuklar ümumiyyətlə 2 yerə bölünəcək. Sis və trans formaya. Bax, diqqətli olacaqsınız. Kauçukların sis forması təbii kauçuk adlanır. Getdik əsas məsələyə. Alkadiyenlər molekulunda karbon atomları arasında 2 qat rabitə olur və polimerləşir. Divinil və izoprenin polimerləşməsindən kauçuk alınır. Kauçuk ağacı göz yaşı deməkdir. İnsanlara ilk məlum olan təbii kauçukdur. Təbii kauçuk Mərkəzi və Cənubi Amerikada bitən hivə ağacından əmələ gəlir. Hivə ağacının gövdəsini kəsərək oradan tökülən südlü şirə, südə bənzər şirə, südlü şirə yox, yığılır, izoprendir. Bu maye şəklindədir və sonra gətirib qaynadılır və içərisinə və yaxud da qarışqa turşusu tökərək qaynadılır və kauçuka çevrilir. Təbii kauçukda müxtəlif məişət qabları, su keçirməyən məhsullar əldə olunur, müəyyən iqruşkalar, uşaq oyuncaqları əldə olunur, toplar hazırlanır, oyuncaqlar hazırlanır. Sonradan təbii kauçukun özünün çatışmayan cəhətləri olduğuna görə toplar dəri toplardan ağır, lakin daha çox uzaqlara qədər, sıçrayışla uça bilər. Təbii kauçuk Amerikanın kəşfi zamanı Kolumbun diqqətini çəkib və ilk bunu Kolumb kəşf edib. Kristofer Kolumb kəşf edib. Bax, bunu biləyin. Alkadiyenlər alkenlər kimi polimerləşmə reaksiyasına daxil olur və bu zaman alınan polimerlər sintetik kauçuklar adlanır. Divinildən aldığım, xlorprenden aldığım kauçuk təbii ki olacaq. Nə kauçuk? Sintetik kauçuk olacaq. Gəlin birinci divinil kauçuku sizlə öyrənək. Bütün karbon atomları gördüyümüz kimi sp2 bir vəziyyətindədir və mən bunu mörtəziyab n yazıram və bu zaman bütün pis sistemi qırılır və bir dənə 2 qat rabitə ortaya düşür və baxın diqqətlə uşaqlar, görürsünüz, bayaq bütün karbon atomları sp2 bir vəziyyətində idi. Bir dənə baxın. Amma diqqətlə baxsanız görəcəksiniz ki, mənim
Burada artıq 2 karbonun sp3 hibrid vəziyyətinə keçdi. Ortadakı karbon atomlarım isə sp2. Deməli, kauçuklar da doymamışdır. Kauçuklar da bromu rəngsləşdirir. Kauçuklar arasında da pi sistemi mövcuddur. Bax, bunun iki forması olur. Cis və trans. Cis forması divinil kauçukdur. Trans forması, bağışlayın. Hədə cis forması divinil kauçukdur. Trans forması isə butadiyen 1,3 kauçukudur. Əzizlərim, və bu adlanır sintetik kauçuk. İkinci xlorpren kauçukuna sizdən diqqətlə baxacaq. Gəlin isə xlorpren kauçukunu öyrənək. Xlorpren kauçukumuzda bax beləcə yazırıq və bu da polimerləşir. Polimerləşmə zamanı bildiyimiz kimi alkadiyenin polimerləşməsi zamanı kauçuk əldə olunur. Bax gördünüz, bunun adı isə olur xlorpren kauçuku. Bunda polixlorpren də deyirik. Biz buna xlorpren kauçuk da deyirik və bunun da cis və trans forması mövcud olur. Gəlin biz bundan cis və trans formalarını sizə göstərim ki, ha vaxtsa qarşınıza çıxsa, əziz deməli 11-lər və mikçilər, bunlar sizə çox lazım ola bilər. Məsəl üçün, mən sizə bunu divinil kauçukunu bax beləcə göstərim. Görürsünüz, bax bunun cis formasıdır divinil kauçukunun. Metilin qruplarının yerini dəyişsəm artıq, deməli olacaq trans və cis və trans. Bax beləcə. Yəqin ki, mənim nə demək istədiyimi mənim balalarım anladılar. İndi isə mən sizə deməli göstərmək istəyirəm. Bax, bu xlorpren kauçukudur, divinil kauçukudur. Bunlar hamısı sintetik kauçuklardır. İndi isə mən sizə göstərmək istəyirəm izopren kauçukunu. İzopren kauçukun cis forması təbii kauçukdur. Digər forması isə sintetik kauçuk sayılır. Bunu da kauçuka çevirdim. Baxın, gördünüz, əla alındı. Poliizopren, yəni izopren. Bunun cis və trans formasını çəkəcəm. Metilin qrupları bir müstəvidə olarsa, buna nə adını qoyuruq balalarım? Cis izopren, yəni təbii kauçuk. Əgər yox, bunu H-dan CH2 yerini dəyişim, mən transformaya çevirirəmsə, sintetik kauçuk və ya Budda peçka adlanır. Yəni transforması Budda peçka adlanır. Deməli, xlorpreni də başa saldım, izopreni də başa saldım. Əla. İndi isə baxaq. Təbii kauçuk əsas hissəsi isə yalnız cis izopren makromolekullarından ibarətdir. Onun elastiklik dağılmaya qarşı davamlıdır. Su və qaz keçirmə xüsusiyyətləri digər kauçuklara nisbətən yüksək olması makromolekulların nizamlı quruluşa malik olması ilə bağlıdır. Bax, beləcə. Deməli, mənim əzizlərim, indi isə gəldik kauçuklardan rezin alınmasını müəyyən edək. Kauçuklardan hazırlanmış məhsullar, məsələn, qalor, su keçirməyən paltarlar, məsələn, çox isti və soyuq havalarda tətbiq oluna bilmir. Belə ki, isti havalarda yumuşalır, yapışır, soyuq havalarda isə sərtləşir. Kauçukun bu çatışmayan cəhətlərini aradan qaldırmaq üçün onları kükürt ilə vulkanlaşdırırlar 130-140 dərəcə Selsidə. Deməli, bu zaman sanki, nətər deyim sizə, pi sistemi qırılır və bunlar bir-birinə birləşir və buna vulkanlaşma reaksiyası deyilir. Əgər kauçukun, deməli, bax yazıram, kauçukun, bir dəqiqə, kauçuk, üzərinə gələk, deməli, en sayda kükürt, 130-140 dərəcə Selsidən söhbət gedir. Buradan alınır rezin. Əgər kükürdün faizi 32%-dən yüksək olarsa, buna deyilir ebonit. Deməli, rezinin və ebonit nədən alınır? Kauçukdan. Bəs kauçuk nədən alınır uşaqlar? Alkadiyenlərdən qatmayın. Kükürdün miqdarı az olarsa faizi alınar rezin, 32%-dən yüksək olarsa alınar ebonit. Rezin möhkəmliyi və davamlılığı kauçukla müqayisədə çox üstündür. Rezindən maşın şinləri, şlanklar, digər rezin məmulatları, rezin toplar, rezin əlcəklər və s. hazırlanır. Əgər kauçuk vulkanlaşma prosesi zamanı kükürt rezini almaq üçün tələb olunan miqdardan çox götürülərsə, qeyri-elastik bərk maddə dediyimiz kimi ebonit əmələ gələr. Ebonit elektrik cihazında elektrik izole edicisi kimi həmçinin akkumulyatorların korpusların hazırlanmasında istifadə olunur. Kauçukun üstün cəhəti nədir uşaqlar? Dielektrikdir. Suda həll olunur. Su keçirtmir. Elektrik cəryanını keçirtmir. Amma özünün dediyimiz kimi mənfi və müsbət cəhətləri də var. Bu qədər əzizlərim.